Hər kəs bugün yağış sellərdən danışdığı bir gün. Mən sizə xatırladıram. Birinci zəlzələdən təzədən xəbərdarlıq edirəm. Özünüzü qorumaq üçün nələrsə düşünürsünüzmü? Bilsəydim, kəşk mən bu hündür evləri satardım. Sürüşən binalar olan yerdən, köhnə tikintilər olan yerdən keçərdim dərsiniz. Amma deyim ki, Rusiyada yaşayan əziz gözəl qardaşlarım, sizlərə bir vaxtında bir proqnoz vermişdim. Rusiyada növbəti savaş gərginlikləri böyüyəcək deyə. Trump gəldi, nə dedi? Dedi ki, mən savaşı bitirəcəm 24 günə. Aylar da hələ ki yoxdur. Yalandan deyir də, Trump onu qoyan adamlar elə danışması üçün qoydurublar. Rusiya daha çox böyük itkilər verəcək. Orada uşaqlar olanlar çalışın, onları qorumaq yolları axtarın.